və bu günün əzəməti barəsində məsum imamlarımızdan hədislər keçir. Fərat ibn Əhnəf adında bir ravi deyir, mən İmam Cəfər Sadiq əleyhissalamın huzurundaydım, 6-cı imamımızın yanındaydım. Cu'iltu fidak, dedim ki, canım sənə qurban olsun. Əbi və ummi fidak, atam anam sənə qurban olsun. Yəbnə Rəsulillah, ey Allahın Rəsulunun övladı, ya seyyidi, ya imami, ay mənim ağam, ay mənim mövlam, imamım. Həllil musliminə idun əfzəl minəl fıtr vəl-uzha və yevmil cümə və yevmə ərəfə. Müsəlmanlar üçün fitir, qurban, cümə və bir də ərəfə günündən başqa bir bayram varmı? Qalə nəam, əfzəluha, a'zamuha, aşrafuha indallahi mənzilətən. İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, bəli, Allah yanında bu sadaladığın bayramlardan ən fəzilətlisi, ən əzəmətlisi, ən şərafətlisi var. Və huvəl yevmullezî əkməlallahu bihid-din və ənzələ alə nəbiyyihi əl-yevmə əkməltu ləkum dinəkum. Bəli, o bir bayramdır ki, həmin gün Allah öz dinini kamil etdi və öz peyğəmbərinə, nəbisinə bu ayəni nazil etdi. Yəni Qədir-i Xummuda nazil olan ayəni. Bugün bütün məsumlarımız bu günü bayram ediblər.